Qadınlarda hormonal kontraseptivlər xərçəng riskini artırırmı? Bugün bu haqda danışacağım. Bu ən çox müzakirə olunan və eyni zamanda ən çox yanlış başa düşülən mövzulardan biridir. Gün ərzində bir çox pasientlərə bunu uzun-uzadı izah etmək məcburiyyətinə qalsaq da, yenə suallar onları narahat edir. Bəziləri bu dərmanlardan qorxur, bəziləri isə onları tam təhlükəsiz hesab edir. Həqiqət isə belədir ki, bu mövzunu emosiyasız və yalnız elmi əsaslarla izah etməmiz lazımdır. Əvvəlcə əsas mexanizmlərdən başlayaq. Hormonal kontraseptivlər əsasən estrogen və progesteron tərkiblidirlər və iki mexanizmlə işləyirlər. Bu hormonlar isə bəzi toxumalarda hüceyrə proliferasiyasına, yəni hüceyrə miqdarınız və sayının artmasına təsir göstərə bilər. Bu səbəbdən uzun illərdir bu sual araşdırılır. İndi isə konkret risklərə baxaq. Bəzi böyük epidemioloji tədqiqatlar göstərir ki, hormonal kontraseptivlərin istifadəsi zamanı süd vəzi xərçəngi riskində çox kiçik bir artım müşahidə oluna bilər. Amma burada çox vacib olan bir detal vardır. Bu artım nisbidir və fərdi səviyyədə çox kiçikdir. Bu zaman ən önəmlisi bu insanların risk qrupuna aid olub olmamasıdır. Bu risk istifadədən sonra zamanla azalır və uzun müddətdə də demək olar ki, tam normallaşır. Digər tərəfə baxaq. Eyni hormonal kontraseptivlər yumurtalıq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır, endometrium xərçəngi riskini azaldır və hətta qoruyucu effekt illərlə davam edə bilir. Yəni, biz yalnız risk artımından danışsaq, yarım həqiqəti demiş olarıq, tam həqiqəti izlətmiş oluruq. Bu mövzu yalnız balansla izah oluna bilir. Beynəlxalq yanaşmalara əsasən hormonal kontraseptivlər əksər sağlam qadınlar üçün təhlükəsiz və effektivdir. Amma bu hamı üçün eyni deyil. Risk fərdi olmalıdır, fərdi qiymətləndirilməlidir. Məsələn, əgər qadında yüksək risk faktorları varsa, genetik faktorlar varsa, ailəvi xərçəng anamnezi varsa və digər spesifik vəziyyətlər mövcuddursa, onda seçim də fərqli ola bilir. Bu səbəbdən kontraseptiv seçimi standart resept deyil. Bu fərdi qərardır. İndi isə ən vacib psixoloji məqama yanaşaq. Buna bir baxaq. İnsanlar çox vaxt xərçəng riski artır cümləsini eşidəndə bunu avtomatik olaraq təhlükə kimi qəbul edirlər. Amma tibbdə risk anlayışı fərqli olur. Risk artımı o demək deyil ki, bu mütləq baş verəcək. Bu sadəcə ehtimalın dəyişməsidir və bu ehtimal çox vaxt çox kiçik olur. Əgər biz yalnız riski görüb faydanı nəzərə almırıqsa, bu artıq tibbi qərar deyil. Bu emosional reaksiyadır. Sonda isə sizə bir praktik yanaşma verim. Əgər siz hormonal əvəzedici terapiya düşünürsünüzsə, öz risk faktorlarınızı qiymətləndirməniz lazımdır. Yəni, bir endokrinoloq müayinəsindən tam keçməmiz lazımdır. Və sonra sizin həkimlə fərdi olaraq öz hadisənizi, öz keysinizi müzakirə etməniz lazımdır. Və qərarı, son qərarınızı qorxuyla yox, məlumatlanaraq düzgün verin. Çünki bu dərmanlar yalnız kontrasepsiya üçün istifadə olunmur. Bunlar menstrual pozuntuların, ağrıların, bəzi endokrin problemlərin, menopauzanın idarə olunmasında, sümük əriməsinin qarşısının alınmasında, kardiovaskulyar risklərin azalınmasında istifadə olunur və geniş rola malikdir. Bu risk və faydanın balansıdır və qərarı yalnız yox demək düzgün deyil. Hormonal preparatlar zərərsizdir, ancaq düzgün təyin olmaq və düzgün insanda təyin olunması mütləqdir. Yanlış qiymətləndirildikdə isə sizə yanlış qorxu yaradır. Bu məlumatı daha çox insana çatması üçün və klimaks dövründə əziyyət çəkən xanımlarınızı bu əziyyətini azaltmaq üçün bu videonu bəyənməyi, paylaşmağı unutmayın. Sonda isə kanalımıza abunə olun, özünüzə yaxşı baxın.